Salam, gəlin etiraf edək, zamanın idarə edilməsi ilə bağlı o qədər nəzəriyyə var ki, çox vaxt onlar sadəcə kitablarda və ya təqdimatlarda qalır. Amma bugünkü izahlı materialımızda vəziyyət fərqli olacaq. Biz o mücərrəd fikirləri sizin həm şəxsi, həm də peşəkar həyatınızda hər gün istifadə edə biləcəyiniz tamamilə praktik bir alətlər toplusuna çevirəcək. Hazırsınızsa dərhal başlayaq. Sizcə doğrudan da məhsuldarsınız, yoxsa sadəcə özünüzü məşğul göstərirsiniz? Yəqin ki, bu hiss sizə də tanışdı, günün sonu gəlir, özünüzü tamamilə tükənmiş hiss edirsiniz, amma geriyə boylanıb, bugün əslində vacib nə etdim axı, deyə düşünürsünüz. Müasir dövrün bəlası ilə budur. Prokrastinasiya, işləri ertələmək hər birimizin yaxşı tanıdığı bir haldır. Amma narahat olmayın, bugün keçirəcəyimiz bu kiçik fərdi sessiya həmin o yanaşmanı kökündən dəyişəcək. Qısaca gündəliyimizə nəzər salaq. Bugün Pomodoro texnikası, Eisenhower matrisi və smart hədəflərdən danışacağıq. Ən sonda isə bütün bunları birləşdirib şəxsi alətlər toplunuzu quracağıq. Yəni sadəcə bir dəqiqənizi idarə etməkdən başlayıb, bütün həyatınızı və karyeranızı planlaşdırmağa doğru gedəcəyik. Beləliklə, birinci hissə, Pomodoro texnikası ilə mikro səviyyədə icra. Bütün həyatımızı planlaşdırmazdan əvvəl, gərək kiçik addımları düzgün ataq, yəni cəmi 25 dəqiqə ərzində diqqətimizi bir yerə cəmləməyi öyrənək. Təsəvvür edin 1987-ci ildir. Francesca Kirillo adlı bir universitet tələbəsi imtahanlara hazırlaşmaq istəyir, amma heç cür fikrini cəmləyə bilmir. Nə etsə yaxşıdır? Gedib mətbəxdən pomidor formasında olan adi bir taymeri, italyanca desək Pomodoronu götürür. Özünü cəmi bir neçə dəqiqəlik də olsa heç nəyə yayınmadan oxumağa məcbur edir. Beləcə, bəsit bir mətbəx əşyası bugün dünyada milyonlarla insanın istifadə etdiyi məşhur bir texnikanın əsasını qoyur. Bəs bu necə işləyir? Əslində çox sadədir. Birinci, görəcəyiniz işi seçirsiniz. İkinci, taymeri 25 dəqiqəyə qoyub, kənardakı hər şeyi tamamilə unudursunuz. Mesajlar, sosial şəbəkə, hamısı gözləyə bilər. 25 dəqiqə bitən kimi dərhal 5 dəqiqəlik qısa fasilə verirsiniz. Və nəhayət, bu dövrü 4 dəfə təkrarladıqdan sonra beyninizi mükafatlandırıb 15-30 dəqiqəlik uzun fasiləyə çıxırsınız. Bu kiçik struktur insanda elə sağlam bir təcillilik hissi yaradır ki, həm işləriniz sürətlənir, həm də zehni tükənmənin, yəni o məşhur burnoutun qarşısını almış olursunuz. İndi isə işin ən əyləncəli və bəlkə də bir o qədər qorxulu hissəsi, qayda belə adlanır, qurbağanı ye. O qurbağa əslində sizin ən çox qorxduğunuz, daimi ertələdiyiniz o çətin və xoşa gəlməz işdir. Artıq Pomodoro ilə diqqətinizi cəmləyə bildiyinizə görə, səhər oyanan kimi ilk işiniz məhz o qurbağanı yemək olmalıdır. Ən çətin işi səhər ilk iş olaraq aradan qaldırsanız, inanın mənə, günün qalan hissəsi sizə su içmək kimi asan gələcək. İkinci hissəyə, yəni prioritetləşdirməyə keçirik. İşləri necə icra edəcəyimizi bilirik, bəs onlarla tapşırıq arasından nəyə fokuslanmalıyıq? ABŞ-ın 34-cü prezidentinin adını daşıyan Eisenhower matrisi məhz bu suala cavab verir. Baxın, bu matrisin işləməsi üçün həyatınızı dəyişəcək o mühüm fərqi mütləq anlamalısınız. Təcili və vacib qətiyyən eyni şeylər deyil. Təcili işlər dərhal diqqət istəyir və çox vaxt kiminsə yaratdığı böhranlardır. Vacib işlər isə sizin öz şəxsi hədəflərinizə, uzun müddətli uğurunuza xidmət edir. Bu fərqi görmək əsl oyunu dəyişdirən amildir. Zamanı idarə etməyin qızıl açarı elə budur. Matrisimiz sadəcə 4 kvadratdan ibarətdir. Birinci kvadrat indi et adlanır. Bu həm təcili, həm də vacib olan böhranlardır. Məsələn, müdirinizin dərhal istədiyi bir sənəd. İkinci kvadrat qrafikində yer ayır. Vacibdir, amma təcili deyil. İdman etmək və ya uzun müddətli bir layihə üzərində düşünmək kimi. Üçüncü kvadrat başqasına tapşır. Təcilidir, amma o qədər də vacib deyil. Gündəlik xırda zənglər və ya görüşlər bura daxildir. Və ən nəhayət dördüncü kvadrat etmə. Yəni nə təcili, nə də vacibdir. Bəli, telefonda sosial şəbəkələrdə mənasız yerə saatlarla vaxt keçirməkdən bəhs edirəm. Bu kvadratdakı işləri həyatınızdan bir dəfəlik silin. Sizə bir sir verim. Eisenhower matrisinin əsl gücü birinci və ya üçüncü kvadratda tələsmək deyil. Əsl səmərəli insanlar vaxtlarının çoxunu ikinci kvadratda, yəni vacib amma hələ təcili olmayan işlərdə keçirirlər. Çünki siz sağlamlığınıza, şəxsi inkişafınıza və ya planlaşdırmaya indidən vaxt ayırmasanız, əmin olun ki, o işlər bir gün partlayıb birinci kvadrata, yəni böhrana çevriləcək. Proaktiv olun, problemləri yaranmadan əvvəl həll edin. Keçək üçüncü hissəyə. Smart hədəflər, yəni bizim makro istiqamətimiz.
Yaxşı, biz hər gün işləyirik, prioritetlər təyin edirik. Bəs bütün bu əziyyət bizi hara aparır? Təyinat nöqtəmiz haradır? Hədəfləriniz mütləq SMART olmalıdır. Bu ingilis sözlərinin baş hərfləridir. Gəlin açılışına baxaq. Spesifik olmalıdır, yəni tam olaraq nə istədiyinizi aydınlaşdırın. Ölçülə bilən olmalıdır ki, inkişafınızı görə biləsiniz. Əldə edilə bilən olmalıdır, yəni sadəcə xəyal yox, real bir plan olmalıdır. Uyğunluq təşkil etməlidir. Bu həqiqətən sizin dəyərlərinizə xidmət edirmi? Və ən əsası zaman çərçivəsində olmalıdır. Yəni bitmə tarixini dəqiq qoymalısınız. Bunlar olmasa, qoyduğunuz hədəf sadəcə şirin bir arzu olaraq qalacaq və çox keçmədən sizin bütün həvəsinizi öldürəcək. Gəlin bunu real bir nümunə ilə təsəvvür edək. Kiməsə deyirsiniz ki, mən vəzifəmi yüksəltmək istəyirəm. Bu, necə deyərlər, suya yazı yazmaq kimi çox qeyri-müəyyən, pis bir hədəfdir. Heç bir detal yoxdur. Amma eyni şeyi SMART hədəfə çevirsək necə səslənər? Peşəkar karyera qurmaq üçün yaxın 12 ay ərzində filan bacarıqlara yiyələnərək şirkətdə marketinq direktoru olmağı hədəfləyirəm. Fərqi hiss etdiniz? Budur əsl motivasiya. Nə, necə və nə vaxt? Hər şey masanın üzərindədir. Və nəhayət gəldik 4-cü həlledici hissəyə. Biz indiyə qədər 3 müxtəlif alətdən danışdıq, lakin onları ayrı-ayrılıqda deyil, necə bir araya gətirərək vahid və mükəmməl bir sistem yarada biləcəyimizə baxaq. Fikir verin, bu alətlər bir-birini necə də gözəl tamamlayır. Birinci addımda SMART texnikası ilə həyatınızın böyük makro hədəfini qoyursunuz. O, sizin kompasınızdır. İkinci addımda o böyük hədəfə aparan yoldakı gündəlik işləri Eisenhower matrisi ilə süzgeçdən keçirib, prioritetləri təyin edirsiniz. Və sonda, üçüncü addım, həmin o seçdiyiniz çətin işləri, yəni qurbağaları icra etmək üçün Pomodoro taymerini işə salıb, sadəcə masaya əyləşir və işi bitirirsiniz. Bu qədər sadə. Böyük strategiyadan real icraya gedən ən qısa yol budur. İzahlı materialımızı yekunlaşdırarkən sizi düşünməyə vadar edəcək kiçik, amma çox vacib bir sualım var. Siz zamanınızı idarə edirsiniz, yoxsa zaman sizi? Baxın, bu texnikaları sadəcə dinləyib yenə də köhnə vərdişlərə qayıtmaq heç nəyi dəyişməyəcək. Uğur hərəkətə keçməyi sevir. Və siz elə bugün, elə indidən hansı aləti tətbiq etməyə başlayacaqsınız? Taymeri qurub 25 dəqiqəlik bir fokuslanma, yoxsa matrisi çəkib prioritetlərinizi qaydaya salmaq? Seçim sizindir. Gedin və öz zamanınızın əsas sahibi olun.